Sağlam bir gündə nə yedim, onu sizinlə bölüşmək istəyirəm. Səhər-səhər işə getməmişdən əvvəl belə bir peçeniya var idi. Burçağın biskvisi gedir türk dilində. Onunla çay içdim və dadı çox qəşəngdir, bəyənirəm. Daha sonra işə gəldim, yolda lif-alif barı aldım. Onu yedim. Həmçinin evdən bir ədəd yaşıl alma və tünd şokolad gətirmişdim. Onu yedim. Əslində əvvəllər tünd şokoladı bəyənmirdim. Hələ də bəyənmirəm acı olduğu üçün. Amma sürətli yeyəndə çox hiss etmir insan. Ona görə sürətli yeyəndə nisbətən bəyənirəm. Daha sonra eti kraker aldım, onu yedim. Biraz acmışdım və orqanizmim karbohidrat istəyirdi. Mentosun belə bir növü çıxıb. Səhv eləmirəmsə manqolu və ananaslı idi. Dadını çox bəyəndim. Daha sonra metroda kitab oxudum. Bütün kitablarımı oxuyub bitirmişəm. Demək olar ki, sadəcə bu qalıb, bunu oxudum. Başqa detektiv əsərlər kimin nə tövsiyəsi varsa verə bilər. Evə gəldim. Pendir, xiyar, pəhriz lavaşı və yaşıl çay içdim. Daha sonra isə bir ədəd yaşıl alma, 5-6 ədəd ərik yedim. Daha sonra isə vafli ilə çay içdim və günü bitirdim. Bu qədər, sağ olun.